Üstündə ayaq tutub yeridiyimiz bu müqəddəs diyarın onu qorumağa layiq olan və bu yolda öz canını qurban edən saysız-hesabsız şəhidləri, igidləri var. Və bugün ulu vətənimizin bugünü, sabahı, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda öz canını fəda edib şəhidlik zirvəsinə ucalan bir vətən oğlunun ömür yoluna boylanacaq, onun keçdiyi şərəfli insan ömründən söhbət açacaq. Hər sözümüzdə, söhbətimizdə bu mərd, mübariz vətən oğlunun haqqında eşitdiklərimizi, bildiklərimizi söyləməyə çalışacaq. Əslində, sən onu yaxından tanıyırsan. Əksi bir daha gözlərin önündə canlanacaq, onun haqqında eşitdiklərin, gördüklərin bir daha gözlərin önündən kino lentidək ötüb keçəcəkdir. Bu xatirələr qəlbini üşüdən miskili qovub uzaqlaşdıran bir təsəlli olacaq. Onda təsəlli tapacaqsan ki, müqəddəs vətən torpaqlarının müdafiə edilməsi uğrunda mübarizə aparıb, bu yolda şəhidlik zirvəsinə ucalan bu böyük insan, insanlığın ən uca zirvəsində özünə əbədi məskən salıb. Haqqında söhbət etdiyimiz insan, Azərbaycanın qorxmazlıq, qeyrət və namus rəmzi kimi tanınan Həsən Qorxmazdır. Həsənqulu Qaçay oğlu Qasımov 1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu. Orta məktəbi Qayalıda bitirən Həsənqulu oxuduğu illərdə intizamlı, yaxşı oxuyan şagird olmağı ilə yanaşı, həm idmançı, həm də gözəl səsə, ifaya malik bir insan idi. Vətənə olan sonsuz məhəbbəti onu xalqın ağır günlərində ordu sıralarına çəkir, əlinə silah alıb torpaqların müdafiəsinə qalxır. İlk döyüş yolu Şuşa şəhərindən başlamış, Laçında davam etmiş, doğma Qubadlıda sona çatmışdı. Laçın şəhəri işğal olunarkən o, el arasında Qorxmazçılar adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfərin mühasirədən çıxarmışdı. Sonra Həsənqulunun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi. O, ömrünün sonuna qədər Ermənistanın sərhəddində yerləşən Yuxarı Cibikli kəndi və onun ətrafını erməni təcavüzündən qorumuşdu. Bununla yanaşı, onun taqımı ən nümunəvi taqımlardan biri olduğu üçün rayonun qaynar nöqtələrinə köməyə göndərilirdi. Döyüşlərdə cəsurluq və qorxmazlıq nümunələri göstərdiyinə görə el arasında ona Həsən Qorxmaz adı verilmişdi. Həsən Qorxmaz hər zaman müəllimlərin və şagirdlərin sevimlisi olub. Onu öz övladı qədər sevən Bəhrəm müəllim sevimli şagirdini belə xatırlayır. Mən onu deyə bilərəm ki, Həsən Qorxmaz mənim həmyerlimdir. Həsən Qorxmazın ailəsinə bizim ailə çox mehriban olur, səmimidir. Həsən Qorxmaz gözəl bir ailədən tərbiyə olunub, məktəb həyatına qədəm qoyub. Birinci sinifdən başlayaraqdan daha orta məktəb qurtarana qədər mən onun təlim tərbiyəsini məşğul olmuşam, digər başqa müəllimlərlə yanaşı. Həsən Qorxmaz, bayaq mən dediyim kimi qızım, gözəl bir ailədən tərbiyə olunub gəlib. O səbəbdən də onun məktəbə davranışı, hərəkəti çox gözəl olub. Müəllim kollektiv arasında, uşaqlar arasında böyük hörmətə malik olur. Həsən Qorxmaz hamımızın sevimlisi idi. İlk günlərindən, ilk dərsə qədəm qoyandan hamını valik olur. Yadımdadır, bir təəssürat deyil. Mən kimya müəllimiyəm. Bir dəfə dərsə gedirdim. Getdim, gördüm, sinif otağının qabağında uşaqlar yığışıblar. Nəysə dedim, nə olub belə? Dedi, Bəhrəm müəllim, Həsən içəridə oxuyur, üzümüzüməyə deyir, bizi valeh edib. Düzdür, müəllimləri çağırdım, mən də pəncərədən baxdım, gördüm ki, həqiqətən bunda olan səs, gözəl səsi var. Xeyli qulaq astım. Bu belə. İkinci bir tərəfdən. Həsən Qorxmaz ümumiyyətlə balaca vaxtlarında musiqi məktəbində oxumayıb bu. Ancaq elə fitri istedaddır. Allahın onu verdiyi bəhrədir. Gözəl səsə malik idi. Gözəl də oxuyurdu. Qiymətləri də gözəl idi. Bayaq dedim ki, şagirdlər arasında böyük hörmətə malik idi. Bir şey fakt deyim ki, kənd əhli də onu çox istəyirdi. Ağır təbiətliyi ilə, gözəl zarafəti ilə hamı onu çox istəyirdi. Həsən Qorxmaz məktəbdə Qayalar kənddə klub vardı. O dərnəkdə onu yazılıq elədik. Yaxşı oxumağı bacarır denirdi. Sonra onu mən öz tərəfimdən Qubadlı rayonunda tanıyırsınız, Bərquşat ansamblı vardı. Oraya seçildi. Orada biraz işlədi, solist oldu.
Çox keçmədi ki, bunun səsi dünyanı bürüdü. Qonşu rayonlara, Füzuliyə, Cəbrayıla, Kəlbada, Zəngilan rayonlarında bunu toya tərif elədilər. Hər yerdə alqışlar gəlirdi, təbriklər gəlirdi. İnandırıram səni, o ansambl solist eləyəndə, toya gedəndə adamlar, toy eləyən adamlar həmişə növbəyə durardılar. Həsən Qorxmazı biz gözləyirik bu müstəvidən. Çox keçmədi ki, orada Atsan qazandı. Nəhəyyət, mən də burada maraqlanırdım. Həsən Qorxmaz özü bir ansambl düzəltdi. Yüngülvari bir ansambl. Yüngülvari idi, amma məhvumu çox böyük idi. Ona görə hamı tanıyırdı Həsən Qorxmazı. Qonşu rayonlara toya gedərdi, rayonlara gedərdi. Həmişə mən də iştirak eləyərdim, baxardım. Həsən Qorxmazda bir şey, səsi çox zavallı səsi var idi. İstər-istəməz hamı ağlayırdı. Həm ürəkdən gələn sözlər deyirdi. Onun sevdiyi nədir, hansı mahnılar? Qarabağ şikəsi, ana mahnısı, torpaq, vətən haqqında. O bu şeylərə çox dik gelirdi. Onu bir Dağlar mahnısı vardı. O oxuyanda bütün ərhamızı ağlaşır eləyirdi. Gözəl sözə malik idi. Böyük hörmətə malik idi. Çox keçmədi ki, Qarabağ münaqişəsi başlandı. O silaha sarındı. Mənim o sevimli şagirdim yola saldı onu. Təmtarana yola saldım onu mən. Getdi Qarabağ döyüşlərində iştirak elədi. Onun deyim mənim balam o. Çox döyüşlərə iştirak eləyib. Qarabağ ətrafında, Daşaltıda, ondan sonra Laçın ərazisində, Şuşada, bax bu yerlərdə iştirak elədi. Həmişə o qələbə qazanırdı, qəhrəmanlıq göstərərdi. Ölüm iki cür olur, biri şərəfli, biri şərəfsiz. Həsən Qorxmaz şərəfli yolda o canını tapşırdı, fəda verdi. Həsən Qorxmaz hamımızın qəlbindədir. Bütün şəhidlər də qəlbimizdədir. Bir Bəhram müəllim kimi, bir Ağsaqqalı kimi, Elin Ağsaqqalı kimi, bütün şəhidlərə, o cümlədə Həsən Qorxmaza mən Allah rəhmətini diləyirəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Amin. Allah onların valideynlərinə, yaxınlarına, uzaqlarına qızım səbr versin, dözüm versin. Araz qırağındayam, çeşmi çırağındayam, itirmişəm balamı, onun sorağındayam. Mən aşıq bağlamaqla, qan durmaz bağlamaqla, oğul dərdi böyükdür, sağalmaz ağlamaqla. Bugün doğma qubadlısından ayrı düşüb, Sumqayıtda öz qaçqınlıq taleyi ilə yanaşı, oğul dərdi ilə yaşayan, qovrulan, gözləri hər zaman oğul gəzən bir ana var. Qəmli baxışlı, oğul həsrətli, bala dağlı bir ana. Hər dəfə övladının adı çəkiləndə göz yaşlarını saxlamayan, hər dəqiqə, hər an oğlunun şirinli acılı xatirələrini yaşayan bir şəhid anası. Bu, Həsən Qorxmaz kimi oğul böyüdən həmayıl anadır. Bugün biz Həsən Qorxmazın ailə üzvləri arasındayıq, onun yaxınları arasındayıq. Və təbii ki, Həsən Qorxmazı daha yaxşı tanıyan onlardır. Mən ilk olaraq Həsən Qorxmaz kimi bir igid dünyaya gətirən Həmayıl xalıya müraciət etmək istəyirəm. Həmayıl xalı, bugün siz Həsən Qorxmaz haqqında danışmağa çətinlik çəkərsiniz əlbəttə. Lakin belə bir igid haqqında danışmamaq mümkün deyil. Həsən Qorxmaz necə övlad, necə oğul idi? Həsən Qorxmaz bala, bir yaxşı, bir belə, nə bilim, dünya barabar bir oğludur. Quran haqqı, Allah haqqı. Yetim böyüməklərinə baxma ginən, onu bir mən yox, elə bütün qardaşları da, ağızlarında dil kimi onu saxladılar. Elə bil ki, belə bir, nə bilim, bir yaxşı uşaq oldu, bir yaxşı adlı sanlı oğlan oldu. Getdi Germaniya, orada da fərqləməklə gəldi. Orada da istaşın eğitinat oldu, orada da yaxşı belə aslan çıxartdı, oradan da gəldi. Gəldi, burada da məktəbə girməyə, mədəniyyət evində işləyirdi. Orada da məktəbdən də kəsildi, gəldik, bu ordu düşdü ortalığa, getdi orduya. Orada da nətər, çox çalışdım ki, qaytara bilmədim də. Məni böyük qədəm getdi qoydum işləyə. Deyir, nənə aparmışsın, bəs dədən hara aparıysan? Niyə yığışıb getmişsiniz? Bəs bu el, o baxan buradadır, siz niyə getmişsiniz? Hələ yaxşı uşaqdır, çox yaxşı. Nə deyim ben? Deyirsiniz ki, Həsən Qorxmazı siz geri qaytarmaq istədiniz, lakin onu səsləyən vətən həsrəti idi. Vətənin bu dar günündə geri qala bilməzdi o. Yox, qalmadı, getdi, qalmadı. Dedim, 6 oğlu, biri torpağa
qurbandı. Qalmadı, getdi. Uşaqlıqdan siz onları ümumiyyətlə çətinliklə böyütmüsünüz. Uşaqlıqdan onlar yetim qalıblar. Əzab-əziyyətiniz çox olub. Həsən Qorxmazla bağlı hansı xatirələrdən bugün bizə söz açmaq istərdiniz? Nə bilim valla. Oxudu, 10 illiyi qutardı. Qəşəng səsi vardı, toylarda oxudurdular. Hamı fərqlənirdi ondan. Ondan sonra da getdi xanəndəliği, nə bilim bu mədəniyyət evində işlədi. Orada uşaqlar yaxşı qarşılayırdı. Orada da yaxşı aslan çıxartdı. Hə nə getdisə orada yaxşı oldu. Hə nə getdisə orada yaxşı oldu. Bax orada da getdi, orada da yaxşı oldu, axırda da belə. Öz yaxşı xüsusiyyətləri ilə o hər zaman Hə, öz yaxşı xasiyyəti. Mən istərdim ki, söhbətimizin bu yerində Gələn müəllim sizə üz tutum və ailənin böyük qardaşı kimi siz Həsən Qorxmazı daha yaxşı tanıyardınız. Erkən yaşlarınızdan atanızı itirmişsiniz və bir növ hadisə ailədə başçı siz olmuşsunuz. Həsən Qorxmaz ailədə necə idi? Bir qardaş kimi. Həsən Qorxmaz ailədə hər bir ailənin fərqli uşağı olur, yəni bir-birindən fərqli övlad olur. Yəni biz qardaşların içində həqiqətən də fərqli bir oğlan çıxdı. Lab o körpə uşaqlıq vaxtında da hansı kollektivdə olursa olsun o fərqlənirdi. Məsələn, rəhmətli Əliyar Əliyev Qubadlı Əyin kəndində lager düşərgə vardı. Həmişə onunla mənə söhbət edir ki, Allah salamat eləsin, çox gözəl, qabiliyyətli uşaqdır. Həm yaxşı idmançı kimi idmançı idi, həm də gözəl bir müğənni kimi müğənni göstərilirdi o vaxt. Tərbiyyəli ki, bəs gərək Həsən çox gözəl uşaqdır, həmişə adamın başını uca edir. O vaxt rəhmətli Əliyar Əliyev onları apardı yarışa, nə bilim, yəni bu rayonlarda yarış keçirdilər, radioda onun səsini verirdilər. Rayonlar arasında o qədər qramoton adları vardı. Mən çətindir mənim üçün demək, çünki onlar göz açıb məni ata görürlər. Mən də Allaha şükürlər olsun ki, elə atalıq borcumu yerinə yetirmişəm ta bu günə qədər. Onlar da mənim üzüm ağrıyıblar. Yəni cəmiyyətdə özlərinə gözəl yer mövqe tutublar. Yəni Allah rəhmət eləsin bütün şəhidlərin hamısına. Onun ölümü də bizim üçün şərəfli ölüm. Yəni elə bir yer yoxdur ki, Həsən Qorxmazın tanımayarıq. Təbii ki, düz deyirsiniz. Həsən Qorxmaz elə bir yigitdir ki, Azərbaycanda onu hər kəs tanıyır. Hər kəs bilir ki, Həsən Qorxmaz kimdir. Və ilk dəfə Həsən Qorxmaz cəbhəyə yola düşəndə nə dedi sizə? Yəni, o hansı hisslərlə necə oldu getdi cəbhəyə? Məndən kiçik qardaşım Rusiyada yaşayır olan vətəndaş idi. Yəni, burada məktəb elə bir əqsab düzəlmədi, gedə bilmədi məktəbə. Rusiyaya getirir, orada məktəbə qəbul olub. Bu Xocalı hadisəsi ilə əlaqədar otur televizorda baxanda Xocalı hadisəsində veriləndə durub paltarını yığışdırmağa qardaşım deyir ki, bəs niyə yığışdırırsan? Deyir ki, mən gedirəm evə. Deyir, bu abala alın olsun, evə nədir? Müharibə gedir, belə elə. Deyir, bu getməliyəm. Yəni o nöqtəyə nəzərə deyirəm ki, o elə bir ki, onun vətən həsrəti, torpağın o hərarəti onu çəkdi gətirib də, o orada qalıb yaşaya da bilirdi. Yəni onu nəyə çatmırdı ki? Gəldi də, burada da mən də dedim ki, gərək məktəbə qəbul edeydim. Özümə bir deyir, yox, mənim qəbul olmağım müharibənin qurtarmağı ilə əlaqədar olmalıdır. Mən o hadisələr ki, gördüm, mən azad yaşaya bilmərəm. Hara çıxıram, elə bir ki, darıxıram. O ermənilər ki, o Xocalıda bizim körpələr o vəziyyətdə görürsə, həqiqəti deyirəm. Yəni bu ekran üçün yox, yəni onun özüm aramda olan söhbətinə, yəni düzünə düz deyirəm. Gəldi də burada elə onda eşitdik ki, bəs bizim rayondan bir cəbhə düzəldib, 5-6 avtobus yığıb çıxıb gedir Şuşaya. Bir neçə ay orada qaldı, Daşaltı əməliyyatında olublar. İlk döyüş yolu Şuşadan başlayır. Hə, Şuşadan başlayıbdı ilk döyüş, Şuşadan, Laçından. Orada rəhmətli Qorxmaz yaralanıbdı, Altanla aparıbdı hospitala.
Sonra da Qasim döyüşündə yenə orada mühasirəyə düşüblər. Bunu snayperinə hədəfə götürəndə rəhmətli Qorxmaz ki, özün verib güllənin qabağına, snayperin qabağına, bunu təpi ilə vurdu, bu qayıqdan yer düşüb yerə. Düşüb yerə, yenə yaralı çəkilməyib əlində PK silah. Qalxıb, görür ki, kişi deyir ki, bala, mənim sənə heyfim gəlir, məni qoy çıx get. Tapan səni də ver mənə, özümü qəsdi öldürəcəm. Nəysə o qoymayıb da, elə bir alıb rəhmətli Qorxmaz kişinin çiyninə, atışa kişini qucaqlayıb yomalına, atışa o mühasirədən çıxanda yadından çıxıb kişinin buxarı papağı vardı, rəhmətli Qorxmaz kişinin. Buxarı papaq qalmış imiş. Bir də buyurur, atışa sırf papağın dalınca. Nə qədər rəhmətli Qorxmaz ki, qışqırır ki, ədə papaq deyir, əmə papaq bizim namusumuz, qeyrətimizdir. Papaq qalmaqdansa özümüz qalmağımız rəstardır. O papağı da oradan gedir, gətirir, ki, rəhmətli kişini o ermənilərin əlinə vermiş. Əfsuslar olsun ki, Allah rəhmət edir. Hələ bir də bir yaralı çıxardır. Orada bir neçə yaralı çıxardırır. Yəni, baxır ki, mühasirədə 108 nəfər bir batalyonun afiserindən Musadığına qədər o mühasirədə yarı çıxardır. Qorxmazlar dəstəsi. Bəli, Qorxmazlar dəstəsi o mühasirədən yarı çıxardır. Məsələn, elə epizodlar olub ki, başqa elə ki, bu Lənkəran batalyonlar olubdur, Lənkəran batalyonlar olubdur. Onlar mühasirəyə düşübdür. Bu binoqla baxır ki, mühasirəyə düşüb, hər tərəfini atışırlar, ölən ölür, qalandır birini neyiniyər. Duman gəlir, dağı alır, bu nə qədər edir, qayıtmır. Təzədəndən gedir, həmin o meşəli, dağaşlıqdır onlar. Gedir həmən o yerdə, onları bir 14-15 nəfər mühasirədən çıxardır. Deməli, fikirləşir ki, dərə aşağı su axır, bu su hava keçir. Bu Həkəri çayına axır. O xədlə gəlir çıxır, Güləbli körpüsü. Oğullar vətənin qurbanlarıdır. Atalar, analar dözür bu dərdə. Bir ömür bu dərdlə yaşar analar. Analar bir ömür gəzər bu dərdlə. Bəli, şəhid anaları oğul miskilli, oğul həsrətli bir ömür yaşayırlar. Şəhid bacıları qardaş yarası ilə sızlayır, şəhidlərin nakam sevgililəri isə bu tali əzabını, fələyin qara yazısını gözü yaşlı, sinəsi dağlı yaşayırlar. Əslində bu yaşamaq deyil. Bu hər gün, hər an həmin əzabda qovrulmaq, yanmaqdır və onların hər birinin faciəsi bu elin, bu xalqın, hər birimizin faciəsidir. Əzizim sabah ağlar, şam yanar sabah ağlar. Səndən ayrı gözlərim hər şam, hər sabah ağlar. Əziziyəm ay qardaş, qaşın ucu yay qardaş. Ölsə bacılar ölsün, heç deməsin vay qardaş. Qara atı bağlaram, sağ qolumdan dağlaram, yarım nakam gedibdir, gecə gündüz ağlaram. Bu dağlar yalın dağlar, möhnəti qalın dağlar, sizdə igid bastırdım, keşikdə qalın dağlar. Fələk bu bəs deyilmi? Ağladım bəs deyilmi? Yarı cavan apardın, bəs mənə yas deyilmi? Əzizim Laçın ağlar, Zəngilan Laçın ağlar, qardaşı ölən bacı, yoluban saçın ağlar. Bu yol gedər çaxmaqdan, su yorulmaz axmaqdan, gözlərim kör olubdur yollarına baxmaqdan. Əzizim hana-hana, əllərim şana-şana, tərk etdi bu dünyanı, qoymadı bir nişana.
Əzizim dilə gəldi, bülbüllər gülə gəldi, igidi qanlı görcək, dilsizlər dilə gəldi. Ağlayan başdan ağlar, kirpikdən, qaşdan ağlar, qardaşı ölən bacı, durar o başdan ağlar. Şalım qara boyandı, ucu yerə dayandı, mən səni ağlayanda el səsimə oyandı. Bu dağda maral gəzər, telləri darar gəzər, bala itirmiş ana, dağlarda arar gəzər. Vətəndə ya bacılar, yar geydilər qara, ya qaçanlar bilmədi, qaçsınlar harala. Vətəndə ya bacılar, yar geydilər qara, qaçanlar bilmədi, qaçsınlar harala. Namətlə yar dağ çəkdi Azərbaycana, namətlə yar dağ çəkdi Azərbaycana. Ağlay ya vətənim, ağlay bar torpağım ağla. Xəyanətdən nələr çəkdi gör başım, xəyanətdən nələr çəkdi gör başım. 6 ildir dəstqəm yazır yaddaşın, kürrü yedir qeyrətli qardaşlarım. Ağla ya vətənim ağla, ağla Qarabağım ağla, ağla vətənim ağla. Didərginlər ah çəkdilər, Allaha ümidlərim bağladılar sabaha. Azərbaycan parçalanmaz bir daha, Azərbaycan parçalanmaz bir daha. Sən də ayıl hər şeydə bel bağlama, ağlama ya dağlıq Qarabağ, ağlama. Gələn getməlidir dünyadan bir gün, gələn getməlidir dünyadan bir gün. Xatirə qalacaq ancaq dostum, əgər bir gün məni istəsə könlün, əgər bir gün məni istəsə könlün. Axtar quvvatlı dayam, axtar quvvatlı daya, gəz quvvatlı daya. Kamil deyər gözəldir bu yer, Kamil deyər gözəldir bu yer, eşidir nəğmələr aşıqı bu yer. Həsənin eşqi ilə yanan da ürək, Həsənin eşqi ilə yanan bu ürək. Onun da dərmanı gəz quvvatlı da, aman aman təbibim aman ey. Dayan vaxtsız əcəl, dayan amansız ölüm. Sən 22 yaşlı bir gəncin arzularını ürəyində, muradını diləyində gözündə qoysan da sevinmə, sən sevinmə. Ömrünü vermir bada, el qədrini canından daha əziz bilənlər. Sən sevinmə, Azərbaycanın qəhrəmanlıq tarixinə Cavanşirlər, Babəklər, Nəbilər sırasına bir qəhrəmanın da adı əlavə olundu. Həsən Qorxmaz, sən sevinmə ey ölüm. Çünki bu torpağı, bu eli sevərək yaşayıb, bütöv bir millət tərəfindən sevilərək ölənlər şirin bir xatirə tək dünyada əbədi qalacaqdır.
Bugün də, sabah da, yaxın uzaq gələcəkdə də, nə qədər ki yer üzündə Azərbaycan adlı bir məmləkət, bir diyar var, nə qədər ki biz varıq. Bundan sonra qəhrəmanlıq tariximizə kimlərin adı düşəcək deyə bilmərək. Amma bu da yəqindir ki, Həsən Qorxmazın adı həmin qəhrəmanlar içərisində ehtiramla çəkiləcək, xatirəsi hörmətlə yad ediləcəkdir. Çünki o, bütöv bir millətin namus, qeyrət və ən nəhayət qorxmazlıq rəmzidir. Başımıza neler didi, gel boyuna kurban, ay vatan oğlum, Göycem Zengezur.